Salam uşaqlar, bu dəfəki video startap haqqında artıq 3-cü videomuzdur. Demək olar ki, yekun hazırlıq videosudur. Belə ki, ilk videomuzu 9 fevralda startapın ümumi ideya quruluşu, yəni nədən ibarət olduğu haqqında çəkmişdik. Təqribi bir 10 dəqiqəlik video idi. Sonra isə 47 dəqiqəlik təfərrüatlı video, müəyyən suallar var idi ki, məsələn, ərq tutma problemidir və digər problemlərdir. Onun haqqında və ümumilikdə mexanizm necə qurulacaq tam təfərrüatı ilə vermişdik. Amma bu dəfəki yekun hazırlıq videosu isə hazırlanıb sırf yeni belə dedim, münsiflərin yeni suallarıdır. Sonra model, slayd, layihə necə hazırlanmalıdır, təqdimat necə hazırlaşmalıdır və bunlar haqqında ətraflı qeyd olunub. Ona görə də bu videonu bu məqsədlə çəkmişik. Əvvəla hamınızı təbrik edirəm ki, növbəti mərhələyə keçdiniz. İndi isə sizdən əsas istəyim odur ki, diqqətlə dinləmək və bunları mənimsəmək. Yəni, nə etməli, hansı formada hazırlaşmalı və hansı işləri görməliyik bundan sonraki yol xəritəmizdir. Bir növ bu video bizim proqramımız olacaq. Bundan sonraki yol xəritə, hansı ki, bu ideyanın tam təkmilləşdirilib təqdim edilməsi üçün. İndi isə keçək birincisi, münsiflərin suallarına cavablar. Bundan qabaqki, yazaq bura bax, münsiflərin suallara cavablar yazaq. Suallara cavablar. Bundan qabaqki təqdimatda, hansı ki 4 saylı məktəbdə keçirildi, həmin vaxtda münsiflər bəzi suallar verdilər. Həmin suallarda uşaqlar bir çoxuna cavab verə bilmədilər. Yəni, belə desək, suallar qarşısında aciz qaldılar. Bunu mən indi təfərrüatlı izah edəcəm. Hansı suallarda? Əsas 2 sual vardı ki, bir neçə sual vardı daha doğrusu. O suallar haqqında bir-bir danışacağıq. Deməli, birinci sual nədən ibarət idi? Birinci sual bu idi ki, siz deyirsiniz ki, dəniz suyundan istifadə edib bunu şirinləşdirəcək. Xəzər dənizi də get-gedə geri çəkilir də. Yəni, bizim bir dənə tək mənbəyimiz odur. Əgər biz o duzlu sudan istifadə eləsək, onda belə deyək də, bizim mənbəyimiz biraz da azalır. Yəni, əslində ekoloji fəsad kimi bir situasiya çıxır ortaya. Bu sualın cavabını necə vermək olar? Mən orada əslində uşaqlara istədim yönləndirim, yavaş səslə dedim, amma uşaqlar başa düşmədi. Sonradan geri qayıdıb dedilər, kanalizasiya suyundan istifadə eləmək, amma artıq onda təqdimat müddəti keçmişdir. Deməli, bunun üçün bir neçə yol var. Birinci yol nədir? Təkcə o demək deyil ki, biz dəniz suyundan istifadə eləyək. Burada söhbət ondan gedir ki, çeşli sudan istifadə eləyək. Yəni, məsələn, kanalizasiya suyu. Necə ki, kanalizasiya suyundan, misal üçün belə deyək də, Yaponiyada hətta belə bir hadisə baş vermişdi, hansı ki, kanalizasiya suyundan gübrə düzəldirdilər, həm şirin su və s. Bu da etirazla qarşılanmışdı ki, həmin o, belə deyək də, həmin o maddələr niyə görə bizim o qida məhsulları üçün, ərzaqlar üçün istifadə olunur. Belə bir ajiotaj yaranmışdı. Bunu belə deyək, belə desək, necə ifadə edə bilər? Kanalizasiya suyundan niyə istifadə eləməliyik? Çünki onsuz da kanalizasiya suyu dənizə axıdılır. Bir çox hallarda su hövzələrinə axıdılır. Əgər biz və yaxud da dənizə axıdılmasa, elə tutaq ki, torpağa da tökülsə müəyyən bir yerdə, o su orada qalmır ki, yavaş-yavaş o torpağın altı ilə süzülür və yenə də ən sonunda hansısa bir hövzəyə tökülür. Ona görə də ümumilikdə götürsək kanalizasiya suyuna və kanalizasiya suyu kimi digər atıq sulardan, yəni belə deyək də, istifadəyə yararsız sulardan istifadə eləmək olar. Təkcə dəniz suyundan yox. Müxtəlif istifadəyə yararsız sulardan istifadə eləmək olar. O cümlədən ikinci növbədə biz götürə bilərik qurut suları. Misal üçün, Bakının özündə belə quyu qazsan, müəyyən bir məsafədən sonra su çıxacaq. Amma o su qurut suyu olacaq, yəni yararsız su. Qurut sularından da istifadə eləmək olar. Yəni, burada söhbət ondan gedir ki, həmin o qurğuya müəyyən bir qarışığı əlavə edirik. Məsələn, su plus X qarışığı. Bu X-in yerində duzlu ola bilər, dənizdəki kimi. Kanalizasiya suyundakı kimi müxtəlif maddə, məsələn, sidik cövhəri və s. də ola bilər və yaxud da qurut suyundakı kimi digər maddələr ola bilər. Təbii ki, əgər söhbət burada bu X-in yerində müxtəlif cinsli bir maddədirsə, məsələn, qumdursa, heç bu qurğuya ehtiyac yoxdur. Bu qurğudanca bunu biz süzərik, o qumu zadı təmizləyərik. Amma burada sırf söhbət ondan gedir ki, həll olan maddələr olsun. Onu təmizləmək üçün enerji çox lazımdır. Məsələn, biz deyirlər də, məsəl üçün, ta ki, bugün İsraildə də var, Ərəbistanda da var. Məsələn, dəniz suyu müxtəlif sularla, osmos təzyiqi üsulu ilə, sonra distillə üsulu ilə təmizləyirlər. Amma o təmizləmə prosesinin özünə çoxlu enerji sərf olunur. Misal üçün, Ərəbistanda neft boldur, o neftdən enerji əldə edir, məsəl üçün, elektrik enerjisi əldə edir. Sonra elektrik enerjisinin vasitəsilə də, məsələn, tutaq ki, distillə aparatı və ya osmos yolu ilə aparatdan istifadə edir, dəniz suyunu şirin suya çevirir.
Amma burada nədən istifadə edilir? Enerjidən. Amma bizim qurğumuz elektrik enerjisinə, neftə tələbatı yoxdur. Burada biz günəşdən istifadə edirik. Günəş vasitəsilə şirin su əldə edirik. Yəni ona görə də bu alternativlərindən fərqlənir. İstər osmoz təzyiq yolu ilə əldə olunandan da fərqlənir, distillə yolu ilə əldə olunandan da fərqlənir. Yəni sizə sual olunsadır ki, biraz haşiyə çıxdıq əslində. Sual olunsa ki, bəs yaxşı bunun ənənəvi qurğulardan buna qədər də şirin su alınıb da müxtəlif qurğularla. Ondan üstün cəhəti nədir? Siz deyəcəksiniz ki, bunun üstün cəhəti odur ki, biz hər hansı bir bərpa olunmayan enerji mənbəyindən yox, fosil yanacaqdan yox, neftdən, qazdan, nə bilim elektrikdən yox. Biz burada istifadə edirik günəşdən, hansı ki, tükənməz enerji mənbəyidir. Yəni biz bu zaman heç bir təbiətə ziyan vurmuruq, təbiətə belə deyə də zərər vurmuruq. Siz bu qurğunun əvvəlki qurğudan fərqin bu şəkildə izah edəcəksiniz. Digər cəhətdən, misal üçün, indi biz qayıtsaq bu mövzuya, dedi ki, dəniz suyu quruya bilər. Siz alternativ olaraq quruntu suyu, kanalizasiya suyu, müxtəlif çirkli su mənbələrin, çirkli su göllərin və s. göstərə bilərsiniz. Və eyni zamanda bu sualda məntiqsizliyi belə aşkarlamaq olar. Dəniz suyu biz bütün Xəzər dənizini onsuz da şirinləşdirəcək qədər bizim vasitəmiz yoxdur. Əgər dəniz suyu belə dedə bu qurğu vasitəsilə quruyacaqdırsa, bu tamamilə məntiqsiz bir fikirdir də. Yəni bunun bütün Azərbaycana bu qurğunu yaysan, yenə də bu dəniz suyundan maksimum belə də səviyyəsindən 1 sm azaldarsan da. Yəni gecə-gündüz ancaq bu işləsə. Çünki Xəzər dənizinin su ehtiyatı o qədər kiçik deyil ki, bu qurusun. Məsələn, olsaydı Aral gölü, Urmiya gölü və s. biz onda deyə bilərdik ki, hansısa məsələn balaca bir göl olsaydı, onda deyərdik. Amma Xəzər dənizi ölçüsünə görə çox iridir. Yəni bunun sadəcə bu qurğu ilə quruması mümkün deyil və Xəzər dənizinin quruma problemi də əslinə qalsa qurğulara görə deyil. İndi bəzən deyirlər ki, Volqa çayı və Kür çayı və s. müxtəlif çayların qarşısını kəsiblər, kənd təsərrüfatının istifadə ilə və s. Ona görə Xəzər quruyur. Bu işin 1%-lik hissəsidir. Yəni bu məntiqsizdir. Niyə görə? Çünki Xəzər dənizi tarix boyu dəfələrlə geridə çəkilib, hətta irəliyə gedib. Yəni bu heç qlobal istiləşmə olmayan vaxtda da belə olub. 500 il əvvəl də, 300 il əvvəl də, 100 il əvvəl də. Məsəl üçün belə deyək də, indi Xəzər dənizi geri çəkildikcə, məsəl üçün geri çəkil tutaq ki, biz orada sahil zonasında, şelf zonasında görürük. Məsələn, müxtəlif ağac, bu yaxında hətta televiziyada göstərmişlər, ağac kökləri, gövdələri var, dəmir ağac və s. Və yaxud da ki, məsələn, Qız qalasının qarşısında da bir qala olub, o qala suyun altında qalıb batıb gedib, onun qalığı var misal üçün. Və yaxud da ki, həmin o hissədə gəmi qayırma yerləri olsun, müxtəlif binalar olsun, abidələr olsun. Bu onu göstərir ki, Xəzər dənizi bundan qabaq da bir dəfə çəkilib. Sonra təzədən irəliyə gəlib. Yəni onda da qlobal istiləşmə yox idi ki, və yaxud da onda da Volqanın qabağında məsələn su anbarı tikməmişdilər. Nədir ki, indiki müasir inkişaf səviyyəsi yox idi. Bu təbii prosesdir. Çünki bizim başa düşmədiyimiz məsələ ondan ibarətdir ki, misal üçün tutaq ki, biz öz zonamızda misal götürək, Viləş çayı. Ta ki, Viləş çayından su ən sonda gedib çatır Xəzər dənizinə, məsələn, tökülür. Məsələn, belə hesab eləyək. İndi elə olmur, əslində qazı Viləş çayının suyu azdır, ümumilikdə götürürük. Amma təkcə bu yerüstü çay yox, axı yeraltıda çaylar var. Yeraltı daha doğrusu su hövzələri var. O yağan yağışların heç biri öz-özünə yoxa çıxıb getmir. Məsələn, tutaq ki, dağ ətəyi bir zonaya yağış yağır. Burada olan o su yavaş-yavaş süzülür, yeraltı yollarla, xüsusi yeraltı hövzələrlə, loru dilində desə, yeraltı çaylarla, sonda yenə Xəzər dənizinə tökülür. Uzun sözün qısası, münsiflərin birinci sualı bu olmuşdu ki, Xəzər dənizi quruyur. Bu qurğunu istifadə etsək, biraz da quruyacaq. Bizim əlimizdə tək mənbə odur. Bunu niyə görə belə istifadə edirik? Cavabımız da bu oldu. Xəzər dənizi birincisi quruması, buna birbaşa adiyyat yoxdur və qurumasını da müəyyən qədər izah elədi. Bunu coğrafiyaşünaslar daha ətraflı izah eləyə bilər. Yəni bu qurğu ciddi bir problem yarada bilməz. Tutaq ki, lap yaratdı. Kanalizasiya suyundan istifadə edə bilərik, qurun suyuna və digər çirkli su mənbələrindən istifadə edə bilərik. Lap belə bunların hamısının üstünə xətt çəksək, yekunda bunu da deyə bilərsiniz. Bu hökman deyil ki, mütləq Azərbaycanda qurulsun. Biz kapital ixrac edə bilərik. Məsələn, tutaq ki, Ərəbistan, Afrika və digər o su çatışmayan ölkələr var. Okean sahilində, okeanın suyu tükənməzdir, düzdür? Xeyli su var. Yəni, okean suyun da desək ki, bu qurğu ilə quruyar, bu gülünc olar. Onda biz belə cavablandıra bilərik ki,
Azərbaycan belə deyək də bu Azərbaycan məsələn pul qaz startapın ideyası ümumi son məqsədi nədir? Ölkəyə pul qazandırmaqdırsa, bunun müəssisəsini qura bilərik və uyğun qurğularda biz sata bilərik həmin o suya ehtiyacı olan ölkələrə. Və yaxud da ki, həmin o ölkələrdə zavodun qura bilərik, ölkəyə gəlir gətirə bilərik. Yəni kapitalın özün yatıra bilərik xaricə. Və yaxud da heç birini eləmədən sırf ideyanı sata bilər. Yəni patent hüquqlarını əldə edib ölkəyə gəlir gətirə bilərik. Yəni istənilən halda istər Azərbaycanda, istər xaricdə, Azərbaycanda tətbiq olunsa kanalizasiya suyu, qurut suyu və Xəzər dənizində heç problem yaratmır. Mənim şəxsi fikrimcə, yəni bu qurğu da Xəzər dənizini qurudacaq qədər su tükədə istifadə edə bilməz. Amma lap belə olsa da ki, belə olsa, yekunda belə tutaq ki, məsəl üçün 100 litr şirin su əldə olundu. Onun biz hamısını içmirik. Onların yenə məsələn bir 90 litri, nə bilim, yenə də istifadə olunur kanalizasiyada, məişət belə dedi, işlərində məsəl üçün tutaq ki, müəyyən yumaq işlərində və s. yenə də bu son nəticədə yenə gedir Xəzər dənizinə qayıdır. Yəni yenə istifadə edirsən, misal üçün krantdan o su tökülür, istifadə elədin, o çirkli su gedir müəyyən borularla, ən sonunda yenə gedir tökülür Xəzər dənizinə də və yaxud da hansısa bir çaya tökürsən, çaydan yenə gedir tökülür Xəzər dənizinə. Yəni yekunda bu problem yarada bilməz. Siz bunu bu şəkildə izah eləməlisiniz. Düşünürəm ki, 10 dəqiqədən yuxarıda bu barədə danışdım. Ümid edirəm tam təfərrüatlı başa düşdünüz. Yekunda biz belə qısalda bilərik. Birincisi dəniz suyu bunun üçün çox belə deyək, çox kifayətdir, belə yazar, indi düzgün cümlə alınmadı. Yəni buna az istifadə olunur. İkincisi istifadə olunanda geri qayıdır. Ona görə də dəniz suyu kifayət qədər bu çoxdur bu məsələdə. İkincisi kanalizasiya və qurut sularından istifadə edə bilərik. Üçüncüsü biz bunu patent və ya kapital ixracına çevirə bilərik. Yəni gəlirə çevirə bilərik. Söhbət ondan getmişik, sırf bunu biz tətbiq eləyə ancaq Xəzər hövzəsində. Bunu biz patent hüququn və yaxud da gəlirin başqa formalarda da çıxarda bilərik. Münsiflərin bu birinci sualıdır. İndi keçək ikinci sualına. İkinci sualda bir dəqiqə aşağıya doğru verək. Münsiflərin ikinci sualı belə oldu. Siz deyirsiniz ki, həmin o qurğudan şirin su alınacaq, şirin su. Həmin o şirin su içməlidirmi? İçməlidirmi? Və belə bir su ortaya qoyuldu. Əvvəlcə onu deyək ki, buradan əldə olunan şirin su ümumiyyətlə şirin su təkcə içmək üçün deyil. Məsələn, belə deyək də, ağacı suvarmaq üçün dəniz suyundan istifadə edə bilməzsən. Və yaxud da ki, kanalizasiya suyundan birbaşa istifadə edə bilməzsən. Çünki aşırı belə deyək də, duzdaşma yaradar, mineralizasiya yaradar və ağac məhv olar. Yəni mineralın çoxu da, azı da zərərdir canlı üçün, belə desək. Şirin suyunda məsələn belə bir diaqram tutaq ki, çəkirik. Şirin suyun tutaq ki, bu qədər cüzi hissəsi içmək üçün, hətta bundan da çox kiçik, biz onu heç göstərə bilmərik orada. Bu qədər içmək üçündürsə, yerdə qalan hissəsi əksəriyyəti məişət və təsərrüfat üçün. Məsələn, təsəvvür elə ki, məişət və təsərrüfat üçün. Ümumi biz rəy yaratsaq, məsələn, gün ərzində biz 2-3 litr şirin su içirik, lap götürək 4 litr su içirik. Bu olsun 1% qədəri, amma əksəriyyəti məişətdə, misal üçün əlimizi yumaq üçün, hamamda, ayaq yolunda və s. bu suyun əksəriyyəti burada israf olur. Məsələn, bir təsəvvür elə ki, 30%-də, burada hətta 30 daha çox kiçik rəqəmdir, amma yenə götürək. Yenə bir əksər faizi 70%-nə yaxında tutaq ki, təsərrüfatda istifadə olunur. Məsələn deyirəm, amma bu rəqəmlər şərtidir. Hətta içmək üçün bundan da az sərf olunmalıdır. Yəni biz ağacların suvarılmasıdır, məsələn əkinlərin suvarılmasıdır. Biz bunun üçün istifadə edirik. Yəni söhbət burada şirin suyu sırf içmək nəzərdə tutulmur. Ümumiyyətlə şirin suya ehtiyacı olan bütün sahələrdə bunu tətbiq edə bilərik. Yaxşı, görək məişətdə və təsərrüfatda şirin su, bu cihazdan əldə olunan şirin su problem yaradırmı? Birincisi, nəinki problem yaradır, hətta müsbət təsir göstərir. Səbəb, məsələn, məişətdə biz təsəvvür edək, bir quyu suyundan, çay suyundan istifadə edirik, bir də bu qurğunun suyundan. Bu qurğunun suyu %100 sudur, yəni distillə olunmuş sudur. Və nəticədə bu suyun içində nə codluq yaradan mineral var, nə heç bir mineral olmadığına görə köpüklənmə də yaxşı baş verəcək. Yumaq da daha yaxşı, belə deyək də, boruların ətrafı, boruların xarici hissəsi tutulmayacaq. Borular, məsəl üçün, az da olsa mineral olanda paslanmanı artırır və s. heç bir problem olmayacaq. Və bu cəhətdən məişətdə istifadə olunmaq üçün bu su nəinki problem yaradar, hətta adi çay suyundan, adi təbiətdə olan sudan 100 dəfə yox, 1000 dəfə yaxşı olacaq.
Yəni belə deyək də 99% təmiz suyu biz istifadə eləsək məsələn, ayaq yolunda, krankda, nə bilim, paltar yuyan maşında, bir də var 100% su. Amma bu 100% daha üstündür. Yəni bu qurğudan əldə olunan daha su. Belə deyək də Lordində desəm bir növ filtrdən keçmiş sudur bu. Filtrdən keçmiş su təbii ki, paltar yuyana daha müsbət təsir edəcək. Çünki onda coduluq problemi, sonra boruların tutulması olmayacaq, krankda eyni zamanda, hamamda, ayaq yolunda və s. Deməli bu əksinə nə imiş? Biraz da plus imiş, müsbət imiş, nəinki mənfi cəhət imiş. Keçdik indi təsərrüfata. Yaxşı, təsərrüfatda bu ziyan vura bilərmi? Sırf %100 şirin sudur, mineral yoxdur içərisində. Təsərrüfata ziyanı varmı? Yenə də ziyanı yoxdur. Nəinki ziyanı yoxdur, hətta xeyri var. Yenə səbəbi izah eləyək. Məsələ burasındadır ki, təsərrüfatda biz aşırı şoran sudan və s. qurut sudan və s. istifadə eləsək, əksinə torpaqda şoranlaşma gedir. Əksinə biz bu 100% su istifadə eləsək, bu risklər hamısı sıfıra bərabər olur. Yəni torpağa zərərlər sıfıra bərabər olur. Sırf şirin su ehtiyacı ödənir. Bəs yaxşı, bitkinin minerala ehtiyacı yoxdur? Var. Əvvəla torpaqda kifayət qədər müxtəlif minerallar var. Misal üçün dəmir, kalsium və s. və ilə axır. İkincisi də ki, tutaq ki, həmin o ehtiyacı ödəmək üçün əlavə tədbirlər varmı? Bəli, gübrələr. Gübrələr də bilir ki, müxtəlif kompleks gübrələrdən istifadə. Söhbət ondan getmir ki, təkcə azotlu, fosforlu, kaliumlu gübrə istifadə edəcəm. Məsələn, müxtəlif kompleks gübrələr istifadə etmək olar ki, içərisində dəmir də var, kalsium da var və s. Hətta bu məhsuldarlığa daha yüksək təsir göstərər. Bu da çox da miqdarda da tələb olunmur. Sanki bu bilirsiniz nəyə bənzəyir? Biz sırf cüzi məsəl üçün sahə başı nə bilim $10 pul sərf eləyəcəyik deyə gübrəyə, ümumilikdə bu boyda layihədən imtina eləyək, bu gülünc olar təbii ki. Yəni əksinə şirin suyun, bu suyun, %100 suyun təsərrüfatda istifadə olması mümkündür. Bitki becərilə bilərmi? Bəli, becərilə bilər. Torpaqda mineral varmı? Bəli, onsuz da torpaqda mineral var. Yaxşı, torpaqdakı mineral tükəndikcə, məsələn, bitkini əkib becərdi, tükəndikcə nə ehtiyac var? Bizim ehtiyacımız var onu gübrələməyə. Yaxşı, əgər biz bundan imtina eləməyə dursaq, onda biz yağışların da gərək qabağını alırıq. Çünki yağışın da tərkibi 100% şirin sudur. Onda yağış da torpağa yağdıqca, onun da içərisində mineral yoxdur axı, yağış suyunun. O da buxarlanma nəticəsində əmələ gəlir də. Buxarlanmadan əldə olunan su buludda kondensasiya uğrayır, tökülür yerə. Onda yaxşı, onun da tərkibində həmin o minerallar yoxdur. Onda belə çıxır ki, biz yağışların qarşısını kəsək, ancaq suyun içinə mineral vuraq, elə tökək sahələrə. Təbii ki, bu da məntiqsiz və gülünc olduğuna görə, deməli bu fikir burada da yanlışdır. Qısacası, xırda gübrələmə işləri ilə, hansı ki, onsuz da onu eləməliyik və eləyirik. Yəni, gübrə verməklə bu problemin də qarşısı alına bilər. Yəni, qısacası biz buradan götürə bilərik ki, təsərrüfatda və məişətdə bu su %100 yararlıdır. Yerdə qaldı 1%-dən də aşağı, yəni içmək üçün istifadə olunan su. İçmək üçün istifadə olunan suda bir neçə çarə var. Əvvəla lap birinciyə götürsək, tutaq ki, bunu heç lap içmirik. Bu bizə problem yaradarmı? Xeyr. Məsələn, təsəvvür ki, ortalama bir insanın 400 litr su ehtiyacı var. Bunun 4 litri şirin sudur. Yerdə qalan 396 litri də məsələn məişət və təsərrüfat üçün, bitkilərin becərməsi üçün, onun belə deyək də ərzaqla təmin olunması üçün lazım olan sudur. Sən əgər bu 396 litri bu qurğu ilə həll edə bilirsənsə, yerdə qalan bu 4 litri problemə çevirməməlisən. Çünki bunu mağazadan da almaq olar, bulaqdan da götürmək olar və s. Əksinə bunu artıq şərait yaranacaq o cəhətdən ötürü ki, bir var, məsələn, bulağın 400 litr suyun 400-ünü də sərf eləyəsən. Bir var artıq 4 litri içmək üçün o 396 litr hissəni də artıq alternativ mənbə var. Ona görə də bu bulaq suyuna qənaət elədin və yaxud da ki, mineral suya qənaət elədin. Yəni, birinci variant budur ki, içmək üçün istifadə etməmək. İkincisi də lap belə götürsək ki, onda yaxşı bu qurğunun mənası nə oldu? Sırf içmək üçün istifadə eləməyəcəkdiksə, yenə buna belə bir neçə variantlar var. Mən əvvəla ən az seçimlə ən çox seçimə qədər düzürəm. Ona görə sona qədər dinləmək lazımdır. İkinci yol nədir? İkinci yol əlavə mineral maddələrdən istifadə, mineral tərkibli məsələn preparatlardan istifadə eləmək olar. Məsələn, tutaq ki, tərkibində kalsium, maqnezium, sink, yod və s. bu kimi minerallar olan maddələrdən istifadə. Məsələn, yodun tutaq ki, Azərbaycanda çatışmazlıq olduğu üçün duzları yodlaşdırırlar məsəl üçün. Bu da eyni zamanda biz götürsək sırf Azərbaycanda suda yod çatışmır deyə bütün Azərbaycan suyundan imtina eləyək. Deyək ki, yod yoxdur, mineral yoxdur bunda.
Bu nə qədər gülünc səslənirsə, bu qurğudan da imtina üçün bunu səbəb göstərmək gülünc səslənir. Yəni biz bunun üçün nə etməliyik? Biz bunun üçün əlavə preparatlardan da, məsələn, o deməkdir, bizim o mineral ehtiyacımız milliqramlar səviyyəsindədir. Məsələn, arada bir, nə bilim, gündə bir dəfə və yaxud həftədə bir dəfə hansısa bir dərman preparatını istifadə etmək. Bu yolla onsuz da aradan qaldırmaq olar. Bunu yazar, məsələn, preparat, belə yazardı, preparat. Birinci də yazdıq imtina. İmtinada, yəni bu 99% yenə işləyir. 1% hissəsində imtina edibsən. Yaxşı, bunların heç birini istəmirsən. Yenə bu qurğunu tam müdafiə eləmək istəyirsən ki, bu bizə %100 hər cəhətdən yararlıdır. Üçüncü yol nədir? Üçüncü yol budur ki, biz demişdik ki, həmin o dedik ki, mineral maddələr ki var, həmin o qurğudan dəniz suyu məsəl üçün qurğuya tökülür, belə desə, dəniz suyu, kanalizasiya suyu, qurun suyu və s. hər hansı bir yararsız su tökülür və ondan şirin su əmələ gəlir. Təbii ki, bu şirin suyun da tərkibi %100-ə yaxın distil olunmuş kimi bir sudur. %100-ə yaxın sudur. Bunu mineralla zənginləşdirmək üçün nə edirik? Axı qurğunun bir tərəfi də vardı. O tərəfindən nə çıxırdı? Duz çıxırdı, müxtəlif minerallar çıxırdı. Təkrar o mineralların bir qismini buna qatmaq olar. Yaxşı, sual verilə bilər ki, aldım qoz, satdım qoz, burada məna nə oldu? Məsələ budur ki, bu qurğuya tökülən su da məsələn var 5% mineral. Amma bu 5% mineralı biz içə bilmirik də, çünki onda böyrəklərimizdə problem yaradacaq. Biz daha da susayacaq. Bu biz üçün yararsızdır. Bizə lazım məsələn 0,05% minerallı su. Onun üçün də biz o duzun az bir qismi, məsələn tutaq ki, %1 hissəsini geri qaytarır, yenə %99 hissəsi təmizlənmiş versiyada çıxdı da kənarlaşdı. Yəni eyni bu məntiqsizlik olmadı. Sadəcə olaraq dəniz suyunu şirinləşdirdi, %100-ə çevirdi. Məsələn %95'lik suyu məsəl üçün, məsələn deyirəm burada, %95'lik suyu %100'ə çevirdi. Sonra oradan o 5% o mineral hissəsinin də cüzi bir hissəsini təzədən qatdıq buna. Oldu 99,9% şirin su, 0,1% də mineral su. Deməli elə yerindəcə, qurğunun özündəcə bu problemi həll elədik. Bəli, həll elədik. Yaxşı, heç bu üsuldan da, məsələn, o duzun özündən də istifadə eləməmiş, onsuz da o dəniz suyun bir qismini, sonra o konsentrat hissəsini filtrdən keçirmək olar. Məsələn, filtrdən keçirdi. Və oradan məsəl üçün və yaxud da ki, indi xlorlaşdırdınız, yəni mikrob olmasında dəniz suyunda çoxlu mikrob və s. var. Buxarlandı, şirin suya çevrildi, o artıq mikrob orada ola bilməz. Yəni bu söhbət qurğuya qədərki hissədən gedir. Həmin o filtrdən keçirilmiş, xlorlaşmış suydan bir qismi, məsələn 1% bundan, həmin o 99% də şirinləşdirdiyimiz sudan qatdım bir-birinə, oldu minerallı su. Deməli, mineral problemi də tam həll olundu. Beləliklə biz artıq 20 dəqiqədən yuxarıda hansı suallara cavab verdik? Biz birinci o suala cavab verdik ki, bu su içməlidirmi? Birincisi çoxlu təfərrüatlı cavab verdim, artıq təkrar eləmək istəmirəm. Yəni bu problem tamamilə aradan qaldırıldı. İçməlidirmi variantın üzərindən xətt çəkdik. Sonra bir sual da var idi. Bu su dənizimizi tükədə bilərmi? Bu sualda cavab verdi ki, xeyr, dənizimizi alternativlər də göstərdi və dənizimizi tükədə bilməz. Deməli, münsiflərin iki əsas sualı var idi. Əlimizdə Xəzər dənizi var, onu da tükədək tutaraq. Ona da cavab verdi. İkinci də bu idi ki, həmin o su mineralsız sudur, bizə ehtiyacımız yoxdur, sağlamlığımıza zərər vurar. Onun da o həmin sualda cavab verdi. Və burada bu yanaşma da olmalıdır ki, münsifin məqsədi o deyil ki, sizi çətinə salsın. Münsif sadəcə olaraq haqlı sualları ortaya çıxarır. Tutaq ki, hansısa bir iş adamı yatırım eləmək istəyir, investisiya eləmək istəyir. O təbii ki, %100 bir ideya ortaya qoyulmalıdır sonra. Əgər sən yarım yamalaq bir fikri ortaya qoyursansa, həmin o investor niyə görə maliyyə ayırsın? Sabah o maliyyəni ayırıb, məsələn, qurğu da işləməsin, belə deyə də yararsız olsun, həmin o maliyyədə batıb getsin. Ona görə də münsiflərin bu sualları verməyi nəinki haqlı və ədalətli, hətta vacibdir ki, siz bu suallara Şimdi təbii ki, ideyanın müəllifi mən olduğum üçün bəzi suallarda siz ilişib qalırdınız. Bunu mən təbii hesab edirəm. Bu da bir turlu proses deyil də, bir neçə turdur. Ona görə də məsələn mən bu hazırlıq dərslərini çəkirəm. Hər dəfə görəndə ki, məsələn suallar verilir sizə, siz cavab verə bilmirsiniz, sizə hazırlayıram ki, növbəti dəfə bu suala cavab verin. Ola bilsin, məsələn, növbəti dəfə də bir sual çıxacaq. Məsələn, o sual birbaşa mənə verilsə, mən ona tapbatara cavab verə bilərəm yerindəcə. Çünki bəzi nüanslar var ki, mən üçün o qədər sadədir ki, onu mən heç ağlıma gətirib, o problem ki, ortaya qoymuram. Amma təbii ki, investorun ağlına o sual gələ bilər və bu sualı verməkdə haqlıdır.
Mən onlarda haqsız hesab eləmirəm. Yəni məqsəd o deyil sizi girinci eləsinlər, sizi orada kəssinlər və s. O məqsəd o deyil. Sadəcə olaraq sualı qoyurlar ortaya və əslində o sualların qoyulması da yaxşıdır. Bəlkə heç elə bir sual var ki, heç bizim də ağlımıza gəlmir. Bu tamamilə işin qarşısını kəsəcək. Ona görə bu suallara bizim cavab tapmağımız, izah verməyimiz vacib məsələdir. Qısacası, münsiflərin suallarına cavab hissəsi ilk 25 dəqiqəlik hissəmiz bundan tamamlandı. Mən hesab edirəm ki, başqa bir sual, ərp idi və s. o keçmiş suallar vardı. Onların da cavabını o əvvəlki 47 dəqiqəlik videoda qoymuşdum. Yenidən nə sual ortaya çıxsa, istər münsiflər cəhətdən, investorlar cəhətdən bütün sualları cavablandırmağa mən hazıram. Elə yerindəcə və yaxud da düşünüb müəyyən müddət sonra demək ki, yerindəcə suallara cavab verə bilərəm. Çünki həmin o sual verilərkən elə birbaşa mənim ağlıma bu cavablar gəlmişdi. Amma orada təbii ki, şagird danışmalıdır, biz danışmalı deyilik. Ona görə də mən o suallara cavab verə bilmirdim. Siz bunları hazırlaşacaqsınız, cavab verəcəksiniz. Orada da sual veriləndə, əgər siz sualın cavabını verə bilmirsə, məntiqsiz məsələn, fikirlər sülməyin. Məsəl üçün, bundan qabaqki həmin o tədbir vaxtı belə bir sual verilir ki, biz limon bahadır da, niyə onu yemək əvəzinə götürüb enerjinə, o biri startupda. Və belə bir sual cavab verildi ki, 5 dənə limonu alırsınız, o 3 dənə böyünü yiyin, 2 dənə balacanı həmin o işdə istifadə edin. Təbii ki, mən burada əslində şagirdlərin fikri yürütməsini alqışlayıram. Çünki hər bir fikir önəmlidir, dəyərlidir. Amma məsələn, bunu belə cavablandırmaq təbii ki, müəyyən qədər, məsələn, o bəzi suallar var ki, ortaya çıxanda, heç olmasa o cavabı bilmirsinizsə, məntiqsiz cavabısa, həmin o cavabı deyin ki, bunun üzərində düşünüb, inkişaf elətdirib gələrik. Sonra da mən həmin o sualları sizə öyrədəcəm cavabları, gedib o cavabları izah eləyəcəksiniz və nəticədə problem həll olacaq. Qısası, münsif hissəsi bu qədər. İndi keçək növbəti hissəyə. Növbəti hissəmiz modeli necə hazırlamalı? Bir dəqiqə bunu yığışdıraq. Modeli hazırlamaq üçün, deməli, ümumiyyətlə maketi, modeli hazırlamaq üçün bir neçə yoldan istifadə eləmək olar. Əslində qalsa gözəl olardı ki, biz işləyən qurğunu ortaya qoyaq. İşləyən qurğuda hökmən deyil, nəhəng bir dənə qurğu ortaya çıxardasan. Biz demişdik ki, onun kiçik versiyasını da düzəltmək olar. Sadəcə ölçü kiçildikcə əldə olunan məhsulun miqdarı azalacaq. Məsələn, tutaq ki, böyük ölçülü qurğudan daha çox su əldə edirsənsə, balaca ölçülü qurğudan daha az su əldə edəcəksən. Amma istənilən halda işləyəcək. Sadəcə əlimizdə lazım olan ləvazimatlar bu idi ki, güzgü kimi bir material olsun, onu biz əyə bilək və borular olsun və bu kimi sadə primitiv qurğular və belə dedi, sadə cihazlar, direl, zad və belə şeylər olsaydı əslində kifayət idi. Amma yenə də vaxt çatmasa və yaxud da onu düzəltmək üçün maliyyə imkanları, açığı deyim, mənim məsələn maliyyə imkanlarım yoxdur. Hətta onun balacasını belə düzəltmək üçün, belə deyək də, indi çox bu barədə danışmaq istəmirəm. Yəni maddi imkanlar, maddi resurslarım hal-hazırda yoxdur. Əslində o balaca da böyük bir xərc tələb eləmir. Sadəcə ümumiyyətlə imkan xaricindədir. Yaxşı, bəs onda real işləyən qurğunu yox, maketi və modeli necə hazırlaya bilərsiniz? Onsuz da siz texnologiya dərslərində kağızdan və s. müxtəlif işlər görürsünüz. Bunun üçün də siz yenə elə primitiv əldə olan vasitələrdən istifadə edə bilərsiniz. Məsələn, kağız, kardon, kley və s. bu kimi şeylər sadəcə nümunə göstərmək üçün ki, bizim dediyimiz şey budur. Bir var deyəsən sözlə. Söz bəzən düşüncəni ifadə eləməkdə tam belə deyək də kifayət eləmir. Ona görə də bir var praktik göstərəsən ki, bu buna bənzəyəcək. Yaxşı, modeli necə düzəldə bilərik? Bir neçə üsulla hazırlamaq olar. Məsəl üçün, bir kardon kağız götürdük, onu bu şəkildə əydik. Sanki iki tərəfdən sıxıb əyirik. Kardon kağız idi, məsələn, düz kağız. Bunu bu tərəfdən əydim və belə elədim, belə bir kağıza çevirdim. Bilmirəm, göstərə bilirəm ya yox, belə bir kağıza çevrildi, belə bir kağıza. Yəni, o tərəfə əyilmiş vəziyyətdə oldu da, mənim rəsm çəkmə qabiliyyətim biraz zəifdir, ona görə bilmirəm, yəqin ki, ifadə eləyə bildim ki, qısası kağızı iki tərəfdən əymək. Sanki hərbi maşınların üzərində olurlar, lokatorlar fırlanır, radio lokatorlar, hansı ki, ətrafı belə dedi, tarayır, necə deyərlər, müxtəlif raketləri və s. havada olan cisimləri və s. taramaq üçün, axtarmaq üçün istifadə olunan ətraf bölgənin, belə deyək də, o fırlandıqca ekranda, lokatorunda, ekranında o göstərir ki, məsələn, ətrafda nələr var. Ona bənzəyir sanki. Və bir dənə bu hissəni düzəltdiniz. Ondan sonra borular. Boru əlinizdə yoxdursa, təbii ki, metalın üzərində işləmək çətin prosesdir. Məsələn, olsun sistem şlanqı.
İndi təbii ki, burada çaşqınlıq yaratmamalı olan bir məqam var ki, şəffaf boru olmayacaq həqiqi hazırladığımızda. Şəffaf boru olsa, çünki o qayıdan işıq, məsələn bu gəldi işıq burada qayıdır, məsələn bir yerə toplayırıq. Şəffaf boru olsa o qayıtmış işıq təzədən əks olunub çıxıb gedəcək, ətrafa dağılacaq. Yəni biz onun məsələn 20%-dən yararlanacaq, 80% getdi boşa. Ona görə də bu modeldə şəffaf boru kimi göstərir. Şəffaf olmağın qabağını almaq üçün lap o kraska da vura bilərsən həmin o sistem şlangına məsələn üçün. Deməli, kardonu əydiz. Məsələn, tutaq ki, indi burada ölçü zad əhəmiyyətli dördə maketdir. Bir real qurğunu eləsəydi, biz onu hesablayardıq dərəcəsini ki, neçə dərəcədə hansı yerdə fokuslanacaq işıq, onu bir-bir hesablayardıq və yaxud da ki, istifadə eləyərdi müəyyən təcrübələrdən onu tapardıq. Amma ona ehtiyac yoxdur. Məsələn, tutaq ki, bunu əymiş olduq. Məsələn, bu kağız hissəsidir, əymiş olduq. Və buradan sistem şlangı, məsələn, bu formada düz şəkildə keçirdibsə, və yaxud da ki, indi buradan da, məsəl üçün, indi bunu iki tərəfdən, məsələn, tutmaq üçün də kibrit çöplərindən, adi çöpləri, məsəl üçün, bölərək istifadə edir. Çox sadə bir şeydir. Adi taxta parçasını götürsək, nazik hissələr bölmək, heç ona heç bir kəsici alətə də ehtiyac yoxdur. Sadəcə adi möhkəm bıçaqlarla bir dəfə yuxarıdan aşağı, təbii ki, əl üzüdən ehtiyatlı olmalısınız. Aşağıya doğru eləsəz, o qopacaq. Müəyyən o tirişkə deyirlər də, balaca taxta parçaları qopacaq. Onun vasitəsilə tapanca kleylə, hər hansı bir kleydən istifadə eləyərək və yavaş-yavaş yapışdırıb düzəltmək olar. Əslində bu hissələrə bizə ehtiyacımız yoxdur. Məsələn, biz o real qurğuda belə bir şey olacaqdı, belə desək, bir də o geri qayıdacaq onun arxası ilə. Amma ümumi heç olmasa maketi göstərməyə ki, biz nə deyirik? Yəni bizim dediyimiz söz nədən ibarətdir? Nəysə, həmin o hissəni belə qurduq. Belə qurduq. Bu lap belə kobud çəkməyək. Bax, təsəvvür elə ki, heç əyməmişdən qabağı göstərim. Kağızı qurduq, qarşısından həmin o borunu keçirdi. Borunu dərhal da geri fırladırsan. Borunun bir tərəfi gətirirsən bura. Məsələn, burada da bir bak qoyursan. Belə deyək də bir qutu deyək və yaxud da ki, banka deyək, qutu deyək də, məsələn, bakı göstərsin. Məsələn, burada da aydın olması üçün yazın bura su yazıram. Məsələn, çirkli su sözünü yaza bilsə yazın. Bax, burada. Sonra isə bax, buradan gələn hissəni də bir dənə, məsəl üçün, yenə bir qutu kimi bir şey düzəldin. Onsuz da bu maketdir də, burada real iş gedmir. Burada da, məsələn, bu generator üstünə yazın. İndi buraya yazmaq mümkün olmayacaq. Belə göstərin. Burada, məsəl üçün, yaza bilərsiniz. Turbin və generator yaza bilərsiniz. Turbin və buxar turbini belə də yaza bilərsiniz. Generator və yaxud da elə ingiliscə adını da yaza bilərsiniz ora. Daha sonra isə borunu yenə uzadırsınız, yenə bir dənə bu dəfə aşağıda olmaq şərti ilə bir dənə yenə bak qoyursunuz. Burada yazırsınız, məsələn, şirin su. Deməli, və burada da, bax, buradakı hissənin də, indi bu sistem şlangı, bax, gördünüz, burada qutudur, burada da qutudur, burada da kağız, kardonu, bunu əyibsiz, indi mən kobud görsəməsin deyə, bax, belə əyilmiş vəziyyətdədir. Burada da sistem şlangıdır, gəlib bax, bu şəkildə, bax, fırlanıb, indi bunları möhkəmləndirin də, bax, bu hissədə möhkəm taxta parçasını və s. möhkəmləndirin, yəni dağınıq olmasın. Sonra isə bəs burada da bunun da ətrafında yenə sistem şlangı fırladın. Ki bu artıq soyuducu hissədir. Burada da bunu belə ilə birləşdirin kobud formada. Çünki əslində bu belə olmayacaq. Maketi biz kobud formada sürətli şəkildə düzəldirik ki, mexanizm aydın olsun. Burada indi proses necə gedəcək? Mən onun prosesin özünü izah edeyim ki, siz aydın olsun sizə nədir? O modeli göstərəndə, təqdim edəndə fikrinizi ifadə edə bilərsiniz. Çirkli su, yəni dəniz su var bunun içərisində. Çirkli və ya dəniz suyu, kanalizasiya suyu, hər hansı bir su. Həmin o su gəlir bu boru ilə, səviyyə fərqi olduğuna görə bura qədər səviyyədə çıxır. Təbii ki, biz o su səviyyəsini bundan çox yuxarı eləməməliyik. Çünki aşıb töküləcək digər tərəfə. Elə olmalı ki, bu borunun bu hissəsinə qədər, nahiyəsinə qədər gəlsin. Və yaxud da bunun üçün hər hansı bir başqa üsullar da istifadə etmək olar. Məsələn, bu borudan əlavə burada da bir mexanizm qurmaq olar. Səviyyə daim bərabər tutulsun. Sadəcə biz maketi sadə formada eləməyə, göstərməyə çalışacağıq ki, qoy orada başa düşsünlər ki, proses necə gedir. Gəldi bura qədər şirin su çıxdı. Burada işıq qayıdır. Məsələn, işıq fokuslanır bu nöqtəyə. Və burada da buxarlandı. Buxar keçir bu nahiyədən.
keçir bu hissəyə. Burada turbini fırladır, enerji əldə olunur. Biz o enerjidən istifadə edirik. Məsələn, o enerji istifadə olundu biz üçün. Birdən şunur buradan elə belə yapışdırarsınız. Güya ki, oradan elektrik gəlir. Maketdir də bu onsuz da. Sonra isə bu hələ də buxar tam soymuyor baxın. Ona görə buxarı soyutmaq üçün bu çirkli su həm də fırlanır, gəlir bu buxarın da buxar turbinində təsir gücü ilə. Bax buradan fırlanır, qayıdır təzədən ora. Deməli, hələ çirkli su qurğuya çatmamışdan qabaq burdaca isinir. Nəyin hesabına? Bax buradakı suyun hesabına. İsinir yenə. Yəni burada məsələn tutaq ki 20 dərəcəli sudur. Burada artıq məsələn 200 dərəcəyə qədər çıxır. Yəni indi təbii ki 100 dərəcədə qaynayır deyə o kompensasiya olur. 100 dərəcə götürək. Sonra bura gəlib turbini fırladı bura çatana qədər məsələn düşsün olsun 80 dərəcə. Həmin o buradakı su təkrar buradan fırlanıb qaydanda artıq bunu yavaş-yavaş qızdırır. Bu qalxır tədricən olur məsələn üçün 40 dərəcə. Bu da işin effektivliyini artırır və enerji israfının qarşısını alır. Buradakı temperatur isə düşür olur. Məsələn 60 dərəcə. Biz bilirik də 60 dərəcə yazırıq. Biz bilirik də deməli istilik ötürmənin növləri var. Bunlardan biri də bu istinin soyuğa keçməsidir istinin. Yəni burada fırlanır da daim. Buradakı soyuq su gəlir, burada isinir, radiator kimi qayıdır dala. Buradakı isə soyması nəticəsində kondensasiya olur, damcı-damcı tökülür bura. Burada da şirin su ehtiyatı yaranır. Maket bu cür olacaq və maketin üzərində izahınızı da bu cür aparacaqsınız. Modeli bu cür hazırlayacaqsınız. İndi burada mən şəklini çəkdim. Siz səliqəli formada altdan bir dənə taxta qoyun ki, aşıb tökülməsin. Hətta bir qutu üzərini elə eləyin ki, məsəl üçün bu taxtanı qoydunuz, məsələn bunu belə deyək də, bu belə bir şeydə qurun. Məsəl üçün biz onu daşıyacağıq, avtomobilə qoyub, müəllimin avtomobilinə qoyub aparacağıq. Məsəl üçün həmin nahiyə ora qədər gedib çıxana qədər sökülüb dağılmasın. Yəni təmiz, möhkəm iş görür. Burada da məsəl üçün həmin o qutuları qoydunuz, məsəl üçün şirin su olan hissə, çirkli su olan hissə, o prosesin getdiyi hissə, bunların hamısını borularla, sistem şlanğı ilə və s. birləşdirirsiniz və əməlli başlı belə deyək, maketin qurursunuz. İşləyən qurğunu da əslində düzəltmək olardı. Sadəcə onun üçün məndə texnik imkanlar hal-hazırda yoxdur, yəni ləvazimatlar yoxdur. Ləvazimatlar olarsa, onu qurmaq da mümkündür. Təbii ki, ona daha çox əmək sərf olunacaq. İndi nəzərə alsaq ki, mən tapşırıq vermişdim, modeli hazırlayın, ümumiyyətlə heç nə eləməmişdiniz. Heç nə eləməməkdənsə, heç olmasa kardonla, şlanqla bu işi görmək lazımdır. Bu sizin model hissəniz və modelin üzərində olan izahatlar. İndi keçək yenə növbəti hissəyə. Növbəti hissəmiz slaydı necə hazırlamalı? Uşaqların kompüter biliyi zəif olduğu üçün yəqin ki, uşaqlar bunu hazırlaya bilməyəcək, amma hazırlaya bilən olsa lap gözəl. Hətta ümumiyyətlə siz nə qədər çox çalışsanız, nə qədər çox əmək sərf eləsəz, mən tərifnamələr olsun, yəni öz əlimdən gələn imkanlarla, həvəsləndirmə imkanları, nəyə gücüm çatsa onu eləməyə hazıram. Siz özünüz də görürsünüz ki, mən hər il formativ yarışlar olsun və s. olsun. İstər yarış qalibi, məsələn, ayın qalibi, ilin qalibi, həftənin qalibi bu çıxardıram bu şəkildə. Yəni sertifikatlar, belə deyək, tərifnamələr və yaxud da hədiyyələr, kitablar və s. edirəm. Yəni mən görsəm ki, siz çalışırsınız, slaydı özünüz düzəltsəniz, lap gözəl. Amma indi yəqin ki, əmək bölgüsü belə deyək də, aramızda aparmışıq, hər kəsin üzərinə düşən iş. Slayd özü bəs necə olmalıdır? Çünki slaydda dəxilsiz şəkillərin və elementlərin olmaması üçün belə deyək də, mən onu sizə izah edəcəm. Slaydın belə deyək də, qurulması necə olmalıdır? Ümumiyyətlə, bizim əlimizdə model olarsa, artıq şəkil prosesinin bir çoxu hazır. Modeldən hazır telefonla şəkilləri çəkəcək. Bu hissədir, bu hissədir. Sadəcə yazılar əlavə edəcək. Slaydın da xüsusiyyəti budur ki, orada mətn yazmırsan da, ancaq ana fikirləri yazırsan, o ana fikirlərə baxıb danışmalısan. Yəni slayddan məqsəd budur. İndi təbii ki, bu slayd hazırlama dərsi ola bilməz. İndi mən burada ümumi ana xəttləri müəyyən edəcəm ki, slaydda nələr yerləşməlidir. Əvvəla siz modeli slayddan qabaq hazırlayıb təhvil verməlisiniz. Onun şəkilləri çəkilir ki, orada izah keçsin, həm də bir qismi ora düşsün. İkincisi, slaydda QR kodlardan istifadə, məsələn, bəzi məktəblər belə istifadə eləmişdir. QR kodu, məsəl üçün, qurduq, məsəl üçün. Burada QR kodlarda, məsələn, mənim videolarıma link də yerləşdirə bilərsiniz. Məsələn, müxtəlif saytlar var, linki yerləşdirir. Və orada, məsələn, sual yarandıqca, məsələn üçün, siz də əzbərə bilirsiniz də, məsələn, 40 səhifəlik slaytdır, məsələn üçün, 23-cü səhifədə tutaq ki, ərq problemi həsr olunub. Nə bilim, 29-cu səhifə həsr olunub, məsəl üçün,
həmin o su içməlidirmi? O problemi həll olunub. Sizə o sualı verən kimi münsif dərhal atdınız 29-a, məsələn 29-cu slaydı zəhmət olmasa açsan, elə bu sözü deyə sən izahını verirsən. Onlar da həmin o slaydı açırlar və orada da məsəl üçün həmin o fikirlər bildirilib. Və eyni zamanda ətrafda da bir QR kod qoyulub və sonra da deyirsən ki, bu problemə dair, suala dair bizim hazır videomuz var. Həmin onlar da münsiflər də girir o videonu skan edirlər, baxırlar və o problem, əgər məqsəd o problemin həllidirsə və bu sualın aydın olmasıdırsa, tam şəkildə izah olunmuş olur. Yəni QR kodlardan istifadə, maketi düzəldirsən, modeli düzəldirsən, onun şəkillərindən istifadə. Sonra yapay zəkaya şəkil hazırlatdırarkən bir var, sən desən ki, günəş enerjisindən istifadə edin və s. və ilə axır, o ağzına gələn şəkilləri, yəni var olan şəkilləri düzəldəcək. Olmayan şəkilləri o özündən yarada bilmir də, belə dünyada analoq olmayan şəkili gərək ona yaratmaq üçün onu təfərrüatlı sözü deyəsən. İndi mənim də bunları hazırlamaqda məqsədim budur. Əgər siz mənim bu dediklərimi yazsaz təfərrüatla verdikcə, məsələn, o səhv eləsə, görəcəksiniz də səhv nədir? Məsəl üçün, o silindrik forma əvəzinə parabolik forma elədi. Məsələn, tutaq ki, peyk antenasının çanağına bənzədir. Siz deyirsiniz ki, yox, biz bunu belə istəmirik, belə elə. O da dəyişir, təzədən ikinci şəkil istehsal edir və s. Yəni, bu şəkildə mükəmməl şəkli ortaya çıxartmaq olar. Nəinki orada işə aidiyyət olmayan bir şəkili qoymaq. Şəkillər qısacası belə, modeldən çəkilmiş şəkillər, sözü yazaraq, yəni sizə lazım olan sözü yazaraq əldə olunan şəkillər. Sonra QR kodları qoyaraq, bunun üçün proqramlar olmalıdır, səhv eləmirəmsə, linkləri QR koda çevirir və ona siz girib baxa bilirsiniz. Məsələn, mən öz YouTube kanalımın linki QR koda çevirmişəm. QR kodu oxudan kimi fotoaparat, kamera proqramında dərhal da linkə, videoya yönləndirir. Yəni, bu üsullardan istifadə olunmaq olar. Slayd, belə deyə də, altdan təzə üstdən bəzək məsələsi var. Məsələn, bəzi slaydlar vardı, işlər vardı. Slayd çox-çox gözəl idi. Amma ideyanın özü oyanatlıq bir şeydir. İnsanlarda da təbii ki, gözəlliyə tələbat var, estetik tələbat var. Söhbət ondan, məsələn, belə ən məntiqli bir şeyi belə kobud formada, yəni iyrənc formada təqdim edirsəniz, onun bəyənilməməsi elə haqlıdır. Ona görə də biz nə etməliyik? Onsuz da ideyamız mükəmməldir. Demək olar ki, bunu mən belə deyə də təkəbbür cəhətdən və yaxud da başqa bir məqsədlə demirəm. O ideyaların çoxsuna baxdım, əksəriyyəti yararsız ideyalardır, belə desə. Amma bu yararlı ideyanı biz əgər ortaya təqdim edib ortaya qoya bilmiriksə, onda bu olur hamısından yararsız. Ona görə də şəkillər, gözəllik, yəni rəngarənglik elementləri. Daha sonra orada effektlər var idi. Bəziləri, məsələn, görürsünüz, videolarda var idi. Məsələn, şüşək parçalar kimi kəsilir, tökülür yerə, nə bilim, fırlanır, bu şəkildə fırlanır və s. da effektlər çoxdur. Həmin o prezentasiya, PowerPoint proqramında. Yəni, effektlərdən istifadə eləmək, bir-bir yazaq, effektlərdən istifadə. Sonra QR kodlardan istifadə, QR kodlardan hansı ki, da indi slaydın özünə QR kodu yoxdur. Məsələn, videolar, məsələn, bu indi videolar, mən toplam videolar götürsə, hətta atdığım səsləri zaten hamısını bir yerə götürsə, bir sutka gərək bunları izləyəsən. Məsələn, səsləri qarışıq. Videolar özü təkcə bir dənə 47 dəqiqəli, bir də 10 dəqiqəli, hamısına bir link, QR kod qoysaq, bu hər birinə baxın, məsələn, münsif olsun, investor olsun. Məsələn, tutaq ki, bu təqdim oldu bir investora, hansısa bir şirkətin rəhbərinə. O nə ilənsə maraqlandı, QR kodu oxutsun və düşsün videoda ətraflı suallara cavab verilir, məsəl üçün. Və yaxud da videonun hissələrinə, məsələn, bu 40 dəqiqəli video olsun, məsələn, 1 saatlıq video olsun. Məsələn, onun sual 5-ci dəqiqəsindədirsə, 5.13-cü saniyəsindədirsə, həmin o hissəyə YouTube-da məsələn qoyurlar da, məsələn şərh yazanda da deyirlər, məsəl üçün 7 dəqiqə 23 saniyəsində məsələn bu sözü deyirsən, məsəl üçün. Və elə qoyursan, o linki də ora yönəltsin və oradan baxa bilsin. Yəni QR kodlardan istifadə, ondan sonra modelin özü qabaqcadan hazır olsun. Modelin şəkillərindən istifadə. Modelin özü də belə deyək də oyanatlıq formada olmasın. Lap kardonla düzəltdiniz, üstündən adi sprey boya ilə. Heç olmasa məsəl üçün tutaq ki, onun o belə deyək işıq qaytaran hissəsinin gümüşü sprey boya səpin, yəni vurun. Nə bilim o bak hissəsinin nə bilim hansısa bir rənginə vurun. Bak hissəsi məsələn qara rənginə vursanız gözəl olar. Günəş işığı düşür, qara rəng biraz da isidir onu. İsitdiyi üçün bu toplanma bakı yox ha. O dəmir suyu, çirkli su olan hissəsi. İsitdiyi üçün biraz bir var bura gəlib çıxar. Məsələn 20 dərəcəli su olsun, bir də var 50 dərəcəli su olsun. Yəni artıq bir qismi burada iş görülüb.
Ona görə bu hissəyə qara rəng spreyi ilə vurun. Sonra bu biri hissəyə isə əksinə siz soyutmaq lazımdır burada buxarı. Ona görə ağ rəngli sprey ilə vurun. Sistem şlanqlarının bu hissəsini qara, bu hissəsini. Yəni səliqəli, gözəl bir iş orada. Səliqə, məsələn belə deyək, qadın səliqəsi kimidir. Ona görə mən qızlara tapşırmışdım bu işi, amma hamınız eləyə bilərsiniz. Çox səliqəli model olsa, o modelin şəkillərini də çizmək, yoxsa o ənətdə kardon belə deyək də tövlə kimi tövlə modeli kimi, yəni oyanaqlıq bir şey düzəldəcəksiniz, o şəkillər yararsız olacaq. Effektlərdir, QR kodlardır, modelin şəkilləri, yazılarda da orada mətn doldurmaq yox, ana xətləri ilə sözləri ifadə eləmək. Məsələn, siz tutaq ki, ora çıxırsınız, bir var əlinizdə kağızla çıxasınız. Məsələn, bir də var artıq o slaydı çevirə-çevirə, orada məsələn sözlər yazılır müəyyən şeylər. Məsəl üçün ekranda indi çox söz yazılmır da. Məsəl üçün ana sözlər yazılır, xırda 1-2 məsələn ifadələr olur. Sən baxırsan orada 1 2 3 məsələn müəyyən sözlər var. Ardıcıllıqla onu görürsən axı yadına düşür və daha tapbatara nitqində gözəl olur. Həm də o sənə kifayət edir ki, sən daha gözəl danışasan. Bu da slayd hissəsi. Slayd hissəsində də şəkillər hazırlanır. Bir də yapay zəkadan istifadə, amma necə? Yapay zəkadan necə gəldi istifadə yox. Məsələn, bəzi yapay zəka modelləri var. O heç dediyə uyğun şeylər düzəltmir. Bunları heç. Bəziləri də var, yaxşı düzəldir, amma ona mətnin təfərrüatı verməlisən ki, sən nə hazırlamalısan. Mətnin təfərrüatı verməyəndə ana xətti ilə söz deyəndə ki, günəşdən enerji nə bilim nə, o da götür, necə ki bir dənə şey hazırlamışıq, stəkanın içərisində günəş paneli. Məsələn, sual da verildi ki, elə məktəbdə ki, əgər günəş paneli olacaqsa, onda bunun fərqi nədir? Heç günəş panelinin bu işə adiyyəti yox idi. Yəni ona görə də yapay zəkadan da ağıllı formada istifadə. Yəni belə deyək də necə gəldi istifadə yox. Deməli, modelin şəkillərindən, yapay zəkanın düzəltdiyi şəkillərdən, QR kodlardan, effektlərdən, rənglərin düzgün seçimi, rəsm qabiliyyəti olan uşaqlar varsa rəsmi çəkmək. Məsələn, mən burada kobud formada çəkirəm, bu videoya baxıb rəsmi özü düzəldə bilər. Rəngli karandaşlarla və s. rəsmi çəkilmə prosesi. Sonra o rəsmi yapay zəka ilə gözəlləşdirmək olur. Məsələn, tutaq ki, rəsm çəkibsən, məsələn, tutaq ki, bir dənə bu qurğunun şəklin, amma gözəl formada. Məsələn, karandaşla zanla. Sonra onu skan elədin. Yapay zəkaya deyirsən ki, bu şəkli biraz da müasirləşdir və rəngləri məsələn daha canlı hala gətir, daha animasiya formasına gətir, onu eləyəcək. Yəni rəsm çəkərək də verə bilərsiniz yapay zəkaya, mətn yazaraq da verə bilərsiniz və yaxud da rəsmini çox gözəl çəkə bilirsə, rəsmin özünü də əlavə edə bilərsiniz. Rəngarənglik olsun, nə bilim boz, sarı, monoton rənglər olmasın belə deyə, ağ, qara belə olmasın. Rənglərin harmoniyası olsun içərisində. Daha sonra mətnin özü də oxuna bilən formada olsun. Balaca uzun-uzadı sözlər yazmaq yox. Əsas o ana mətn xəttləri və slayd da nə qədər çox olsasında o qədər yaxşıdır. Təbii ki, o demək deyil 200 dənə slayd. Orada 200 dənə slaydı oxutmaq üçün vaxt yoxdur. Məsələn 5 dəqiqə 300 saniyə deməkdir də. Gərək onda 1 saniyədən bir sən slaydı dəyişəsən. Normal miqdarda məsələn amma 2 slayd da yox. 10 slayd da hətta məncə bu ideya üçün azdır. Heç olmasa bir 20 slayd, amma gözəl şəkildə işlənmiş və müqayisə aparanda 40 slaydlıq pis gündə bir prezentasiyadansa 15 slaydlıq daha gözəl prezentasiya, daha cəlbedici, daha yaxşı olar. Yəni işimiz var, o işi bəzəkli formada təqdim eləməyə də ehtiyac var. Bu da digər bir məsələ. İndi keçək növbəti hissəyə. Növbəti məsələmiz layihəni necə yazaq? Layihə nədir? Onsuz da məktəbdə printerlər var. Oturub yazmaq, zəhmət çəkmək, yola vermək yox. Yapay zəkaya və yaxud da mənim səsimi mətnə çevirtdirmək yox. Nə də yapay zəkaya demək yox. O yapay zəka bilsəydi, onu da özü kəşf eləyərdi bütün hər bir şey. Startup'ı da özü eləyərdi. Da bu qədər maliyyəni niyə ayırırlar? Dövlət niyə bu qədər pul ayırır? Yapay zəkaya deyərdilər, bizə startup ver, o da part-apart yazıb verərdi. Yapay zəka özündən icad eləmə formasına hələ gəlib çata bilməyib. Ona görə də yapay zəkanı da, nə bilim, səsdən mətnə çevirən proqramları zadı. Bunlar hamısını qoyursunuz kənara. Mənim səsim yox. Sadəcə videolarımı izlədikcə öz qeydlərinizi aparırsınız kağızda. Sonra o qeydlər əsasında kompüterdə yazmaq, zəhmət çəkmək, vaxt sərf eləmək, tənbəllik eləmək yox. Və layihə də necə olsun? Məsələn, bir neçə səhifəli layihə olsa, elə o prezentasiyada olan şəkillərdən də layihəyə əlavə eləmək olar. Məsələn, kağız formatındadır, yazıları yazdınız, bu dəfə daha təfərrüatlı şəkillər də oldu məsələn içərisində. Bunun üstün cəhəti nə olacaqsında bu tələb olunmayıb. Məsələn, bu işi heç bir məktəb əslində görməmişdi orada. Sadəcə siz bunu elədiniz, məktəbdə çapdan keçirdiniz, steplə ilə birləşdirdiniz, əlinizdə olsun məsələn 10 səhifəlik bir material.
Siz onu təqdim edə bilərsiniz ki, bax bizim yazılı materialımız da əlimizdə var. Bizim layihəmiz ciddi işdir. Biz bu işlə məşğul olmaq istəyirik. Bizə dəstək olun məsəl üçün. Ona görə o layihəndə yazmaq öz zəhməti üzrə və uşaqlar arasında bölmək. Bu da layihəni belə deyə də əməyi də bölmüş olacaqsınız. Ona görə işiniz də asanlaşacaq da tənbəllik edib sonra nə bilim biri biriniz müəllimi günahlandırın, o biriniz yoldaşınızı günahlandırın, o biriniz nə bilim dədəni, nənəni kimisə günahlandırmaq burada lazım deyil. Hər kəs özü əmək sərf edib bir məsələn iş ortaya qoymağa çalışsa, bu iş daha da mükəmməlləşər. Yəni mətn yazmaqda, mətni niyə görə əsas deyirəm siz yazın? Çünki mətn yazanda istərsəniz o da öyrənmə prosesidir. Məsələn mühazirə yazanda belə deyək universitetdə o da öyrənmə prosesinin tərkib hissəsidir. Mən özüm bu barədə demişəm də məktəbdə. Məsələn imtahanlara hazırlaşarkən imtahanların birində sırf kitabı üzdən köçürmüşəm, PDF-i üzdən köçürmüşəm və həmin imtahanda həmin o hissəsində də o fənnə aid olan hissəsində 90% nəticə əldə etmişəm. Yəni yazmaq özü də öyrənməyin bir növüdür. Ona görə də yazaraq da öyrənmiş olacaqsınız və həmin o mətni də sonradan özünüz üçün təkrarlar üçün istifadə edəcəksiniz. Üzdən oxuya-oxuya sanki əzbərləmiş olacaqsınız. Danışığınız da yaxşılaşacaq. Ona görə də layihəni də yazın. Yəni yazılı material da əlinizdə olsun. Əlavə material kimi. Keçək son hissəyə. Artıq 1 saata yaxınlaşmışıq. Özüm də yorulmuşam. Ona görə biraz qısa danışacağım. Artıq məncə videonu yekunlaşdırmağa vaxtıdır. Nə çatışmayan hissələr olsa suallar verərsiniz. Yenə də yeni videolar çəkərik. Deməli, danışıq hissəsi, məşq hissəsi və necə hazırlaşmalı. Uşaqların təməl nöqtələri, qüsurlarından biri də bu idi. Yəni, danışmaqda çətinlik çəkmək. Əlinizdə əgər slayd, gözəl slayd varsa, yazı varsa, hər şey varsa, artıq bu danışığın əslində 50% prosesi qət edilmiş olacaqsınız. Çünki slayda baxanda da bir-iki şey yadınıza düşəcək. Amma slayd sizin danışığınızla əlaqəsiz bir şeylər olanda təbii ki, sizə dəstəyi olmayacaq. Slaydda çünki o, belə deyək də, plan verilir sanki. Mən özüm də məsələn dərs planı çıxardıram. Ona görə yox ki, o mövzunu bilmirəm. Amma o planı görəndə artıq mənim yadıma düşür ki, mən bunu da deməliyəm. Mən uşağa bunu da izah eləməliyəm. Ona görə bir növ o slayd sizə plan funksiyası yerinə yetirəcək və layihə də həmçinin. Sizə mətn funksiyası, yəni o mətni öyrəndikcə siz biləcəksiniz ki, nədən danışmalıyıq. Bütün bu 4 mərhələni keçəndən sonra danışığın artıq 50%-i hazır. Artıq 5-ci mərhələdə danışığı inkişaf elətdirmək üçün nə etməli? Danışıq məşqləri eləməli. Yəni o təqdimatı dəfələrlə təqdim eləmək. Xüsusən də böyük tənəffüsdə, məsələn tutaq ki, 3-cü saatın sonu, böyük tənəffüsün özü, bir də 4-cü saatın əvvəli. Məsələn toplayıb bir yerdə elə bilərik yarım saatlıq bir prosedur. Hər gün çıxış eləmək. Və yaxud da biraz da inkişaf elətdirmək üçün hər dərsdə, məsələn belə razılaşın, hər dərsin son 10 dəqiqəsi 5 dəqiqə tənəffüslə birgə, məsələn, və yaxud da ki, elə son 10 dəqiqəsi sırf. Məsələn, danışıq, onsuz siz orada saatlarla danışmayacaqsınız. Getmək, müəllimlər otağında təqdim eləmək. Bu şeyin də ayrılan müəllim olacaq. Mən özüm cəmi 2 gün orada oluram. Ona görə bu işlərlə tam təfərrüatlı məşğul ola bilmirəm. O 2 günündə nə bilim biri KSG-yə çıxır, biri nə bilim nəyə çıxır, ona görə də alındıra bilmirik. Amma hər gün getsəz, gündə 6 dənə dərs olur, onun lap 5-də, 5 gün ərzində 5-də və yaxud da 6 dərsin hamısında, hərəsinin son 10 dəqiqəsini gəlib orada çıxış eləsəz, həftə ərzində 30 dəfə çıxış eləyəcəksiniz və artıq əzbərə biləcəksiniz. Sanki bir dənə şeir öyrənsən, elə birbaşa gəlib tədbirdə o şeiri desən, çaşacaq. Amma 30 dəfə onu demiş olsan, o avtonomlaşacaq. Yəni bol-bol məşq eləmək, danışığı problemin çözməyin sirri bu və bol-bol suallara məruz qalmaq və sual vermək. Uşaq əgər sual verirsə, deməli ondan maraqlanır. Mən həmişə dərsdə də buna böyük önəm verirəm. Əgər uşaq dərsdə dair sual heç mən hər dərsin sonunda uşaqlara sual verirəm. Əgər izahatımın sonunda sual varmı? Əgər görürəm ki, sual yoxdur, onda başlayıram özüm sual verməyə, əziyyət verməyə ki, siz niyə görə sual sizdə yaranmır? Bəzi hətta deyirlər, müəllim mükəmməl dərsi izah elədiniz, ona görə bizdə sual yaranmadı. Xeyr, necə də olsa sual yaranmalıdır. Ona görə də suallarınızı verin. Mən suallara cavab verməyə hazıram. Və yaxud da ki, indi müəllimlər sizə sual verəndə həmin o sanki münsif kimi davranacaqlar. Siz onları məsələn çaşbaş düşdünüz, kəkələdiniz, növbəti dəfə biraz da yaxşılaşır. Və evdə də bu prosesi davam etmək. Hətta günortadan sonra da məktəbə getmək, hər gün bir dəfə çıxış eləmək, nə bilim kamera qarşısına çıxış eləmək, güzgü qarşısına, yəni maksimum çox məşq eləmək. Hazırlıq prosesində də bu üsullardan istifadə edə bilərsiniz. Artıq 53 dəqiqəlik video yarandı. Düşünürəm ki, kifayətli, nə sual da olsa əlavə, o barədə də ətraflı məlumat verərəm. Sağ olun uşaqlar, növbəti dərslərdə, növbəti videolarda görüşənə qədər sağ olun.